Adı son günlər Ramiz Mehdiyev işində və AMEA-da 3 milyonluq cinayətdə hallanan keçmiş deputat, hazırda AMEA-nın Sosial Xidmətlər Şöbəsinin müdürü olan Elton Məmmədov ətrafında söz-söhbət bitmir. Bundan əvvəl Baş Prokurorluğun yaydığı rəsmi xəbərdə Elton Məmmədovun vurduğu 3 milyon manatın onun tərəfindən ödənildiyi haqda məlumat verilmişdi. Yeni Sabah qeyd edir ki, Oxu24.com-un özəl mənbədən əldə etdiyi məlumata görə Elton Məmmədov qeyd olunan pulu ödəmək üçün olan qalan hər şeyini satıb. 3 milyonu ödəmək Elton Məmmədova heç də asan olmayıb. Belə ki, o, Novxanı qəsəbəsindəki dəbdəbəli bağ evini, 3 ədəd son model avtomobili, 20 yanvar metrosu ətrafında yerləşən kafesini, Mayin yaşayış kompleksində 5 ədəd 2 və 3 otaqlı mənzilləri, böyük sahəyə malik avtoqarajı, Həsən Əliyev küçəsində keçmiş tramvay parkının yerində yerləşən özünə məxsus şirkətin inşa etdiyi hündürmərtəbəli binadakı 2 mənzili dəyər dəyməzinə satıb. Qeyd edək ki, Elton Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Qardaşların ikisi də dövlətə xəyanət və başqa ağır cinayətlərdə ittiham edilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.